Bax, düz xətli hərəkət edən A və B cisimlərinin sürətinin modulunun zamandan asılı qrafiki verilir. Əgər T0 müddəti ərzində A cisminin getdiyi yol 60 metrdirsə, B cismi həmin müddət ərzində nə qədər yol gedər? Biz əvvəlcə diqqət eləməliyik ki, bizə verilən qrafik sürətin zamandan asılı qrafikidir. Sürət zaman qrafiklərində cisimlərin getdiyi yolu təyin eləməkdən ötürü həmin cisimlərin yaratdıqları fiqur sahəsinə baxmalıyıq. İndi A cisminin T ilə yaratdığı fiqura diqqət eləsək, bu fiqur təbii ki, bizə trapesiyanı verir və bizdə trapesiyanın sahəsi A cisminin getdiyi yolu bizə verəcək. Baxın, trapesiyanın sahəsi necə hesablanır? S bərabər A plus B bölünsün 2 vurulsun H düsturuna əsasən. A bizdə oturacaqlardır. A və B oturacaqlardır. Oturacaqlardan biri 0 ilə V0-ın arası V0 qədər. Digəri isə diqqət edirsinizsə, baxın bu oturacaq 0 ilə 2V0-ın arası 2V0 qədər bölünsün 2 vurulsun H hündürlüyü isə biz T0 olaraq görürük. Baxın bu hissənin tam qarşısına baxın. H hündürlüyümüz T0 olaraq verilir. İndi onda biz V0 ilə 2V0-ı toplayaq. 3V0 T0 bölünsün 2. Bu A cisminin getdiyi yolu bizə verməlidir. Yəni 60 metr verməlidir. Onda bunu bərabər edirəm 60-a. Buradan 3V0 T0 bərabər olur 120-yə. V0 T0 o zaman bərabərdir 40-a. Bunu bir nəticə olaraq yadda saxlayaq. Bizə indi lazımdır B cisminin getdiyi yol. B cisminin gedəcəyi yol da yenə sürət zaman qrafikində bu cismin qrafik T oxu ilə yaratdığı fiqur sahəsindən tapılır. İndi B cisminin T oxu ilə yaratdığı fiqur isə düzbucaqlıdır. Təbii ki, düzbucaqlının sahəsi üçün biz onun enini uzununa vurmalıyıq. Eni V0-dır, uzunu isə gördüyümüz kimi T0-dır. Onda SB bərabərdir V0 T0-a. Onsuz da biraz öncə biz V0 T0-ı tapdıq, 40 metrdir. Deməli, B cisminin gedəcəyi yol 40 metr olmalıdır. Cavab olar A variantı. Sağ olun, gələn izahlarda görüşərik.